Əkbər, nə yiyəcəksən? Rəqs. Nə rəqsi? Milli rəqs. Tərəkəmən, Süleymani, Qazağı, Keçi Məmməd. Yo, Ləzginka. Axırıncı. Okey, getdin. Uğurlar sənə, uğurlar, uğurlar. Eşidirik sizi. Adınız nədir? Adım Əkbər, soyadım Kərimli. Ləqəbin varmı ləqə? Var. Nədir sənin ləqəbin? PK. PK man, what's up? PK man, what the? Dostum neçə ildir məşğuldur? Professional məşğul deyil, amma uşaqlıqdan məşğuldur. Biz aramızda danışdı, onsuz eşitmir ki, yaxşı oynayır onu. Çox. Nə göstərəcəksən, nə ifa edəcəksən? Rəqs. Rəqs. Oh. You beat boy, Hip hop qarışıq. hip hop qarışıq. Okay. Adım Əkbər, soyadım Kərimli. 19 yaşım var. Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kurs Estrad aktyoru fakültəsinin tələbəsiyəm. Belə özümün də ləqəbim PK. Sevdiyim sahələrdən biri də musiqi və rəqsdir. Çox pozitiv biriyəm, optimist biriyəm də. Düz deyə insandır, pessimizmə qapılmaq falan belə olur, amma mən bacarıb ondan tez çıxıram yəni. İnşallah mən birinci tur keçsəm, növbəti turlarda mən elə insanlar var ki, mənim üçün çox dəyərlidir. O insanlara qarşı öz çıxışımda müəyyən qədər yerlər ayıracam. Hadi getdik. Bilirsən, dünyada səni kimiləri çox az qalır. They told him, don't you ever come around here. Don't wanna see your face, you better disappear. The fire's in their eyes and their words are really clear. So beat it, just beat it. You better run, you better do what you can. Don't wanna see no blood, don't be a macho man. You wanna be tough, better do what you can. So beat it, but you wanna be fair. Şakrını çeke çeke herden, gözlerini çeke çeke benden. Kalbim yanır, çeke 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 senden. Şakrını çeke çeke herden, gözlerini çeke çeke benden. Para, fez paltarlara bəzən. Hər gün yox bəzən. Baxıb doydum arsızlar başa düşsün. Vergül qoydum fransızlar başa düşsün. Siz bugün bu şovdan çıxırsınız. Maşın əldən getdi. Çox heyslənir ki, sizi kimi güclü bir iştirakçını mən bugün itirdim. Bu ifanın kreativi kimindir? Sənindir yoxsa kiməsə məxsusdur? Əslində mən düzün deyim, mən 6-cı gün saat 6-ya qədər başqa minuslar hazırlamışdım. 6 dənə minus. Dünənə qədər, yox. Dünən saat 6-ya qədər mən başqa musiqi altında məşq eləyirdim.
Gecə saat 12-də 37 dərəcə qızdırma nəticəsində beynimə təzə ideyalar gəldi. Hoppa. Düzdüm ardarda. Baxdım ki, yəni Və səhər 6-ya qədər İndi məsələ ondadır ki, ya hər tur qabağı sən gərək xəstələnəsən də onda elə başa belə çıxdı. Maraqlı idi. Məncə maraqlı idi. Ay, nə fikirləşirsiniz? Və şəxsən sizə hər söyləməsəm, tamaşaçılar məni neyniyər? Yo, demin, mən özüm deyərəm qulağına, demin, mən... Ona görə hər söyləyirəm sənə can. Təşəkkürlər. Mari. sən növbəti tura keçmirsən, sən növbəti tura gedirsən. Təşəkkürlər. Mən bu dəqiqə yox desəydim də heç nəyi dəyişməyəcəkdi. İki həmkarım, iki dostum artıq çoxluq təşkil edib sənə hədiyyə ediblər. Qoy mən də sənə bir hədiyyə edeyim. İnşallah işin yaxşı olsun. Uğurlar olsun ki. Çox sağ ol. Hə.